Hə, deməli sınaq 9 izahına baxaq uşaqlar. Birinci sualda qeyd olunur ki, belə baxacaq burada. A-nın yerində 2 durduğuna görə qarşısında A bərabərdir 2x götürəcək. Elə buradan yazıram üzərinə. A bərabər 2x. B-nin də qarşısında 3 durur deyə B bərabərdir 3x götürəcəm. Gəlirəm indi burada əkobun və əbobun içərisində yerinə yazıram. 2 vurulsun əkob. A-nın yerinə yazırıq 2x. B-nin yerinə yazırıq 3x. Çıxılsın 3 vurulsun əbob. A-nın yerinə yazacağıq 2x, B-nin yerinə yazacağıq 3x. Bərabərdir 72-yə. İndi 3 ilə 2-nin əbobları 1-dir. Çünki qarşılıqlı ifadə edilir. Ortaqda x var deyə buraya yazıram 2x. İndi əkobları da 3 ilə 2-nin 6-dır. Sadəcə x də var deyə 6x-dir. 3x-i də 3-ü də vuranda 6x-ə. Deyəsən yerləri səhv yazmışam. Bu əkobdur. Hə, burada olacaq 2 vurulsun 6x. Oldu 12x. Burada əbob deyə mənə 1x verdi. 3-ü də vururam 1x-ə, olacaq burada 3x. Bərabərdir 72-yə. Buradan 9x bərabər 72. X də bərabər oldu 8-ə. İndi x-in yerinə 8 qoysam A-nı tapacağam. A bərabər 2 vur 8, 16. B də 3-ü vururam 8-ə, 24. A ilə B-nin hasilini soruşur. Səhv eləmirəmsə vuranda 384 eləməlidir. İkincidə. Deməli, əvvəlcə baxıram. Bettanın qarşısında B tərəfi dayanır deyə yazıram B böyükdür. İkinci alfa gəlir. Alfanın qarşısında dayanıb A. Yazıram bura A. Üçüncü qammadır. Qammanın qarşısında dayanıb C. İndi moduldakı ifadələri moduldan çıxardarkən baxmaq lazımdır. Kim böyükdürsə birinci onu yazmağa. B ilə C-ni müqayisə etsək hansı böyük olacaq? Burada B C-dən böyük. Deməli, olduğu kimi qalacaq. B minus C. Üzərinə gəl. A ilə C-ni müqayisə etsəm, C A-dan kiçik olduğuna görə bunların yeri dəyişəcək. Olacaq A çıxılsın C. Və çıx, ən sonda B ilə A-nı müqayisə etsək, burada B A-dan böyük olduğu kimi qalır. Sadəcə burada qarşıda bu mənfi var deyə işarə dəyişəcək. Olacaq B üzərinə gəlinsin A. Buradan bərabər olacaq. Mənfi B ilə müsbət B gedəcək. A ilə A müsbətdir deyə 2A qalacaq. Və mənfi C olacaq burada. Mənfi 2C. Düzgün cavab olacaq bu şəkildə. Sual 3-də. Ümumiyyətlə, həndəsənin əsas anlayışlarının bu bölməsində ortada nöqtə gördünüzsə, mütləq şəkildə oradan bir dənə paralel düz xət keçirdim. İndi, yuxarı isə 2 betdadırsa, onda burada olacaq 2 betda. İndi 7 betdanın 2 betdan sonra getdi, qaldı burada 5 betda. İndi 5 betda ilə 4 betda daxili bir tərəfli uzaqlardır və cəmləri 180 olmalıdır. Yazıram o zaman 5 betda üzərinə gəlinsin 4 betda bərabərdir 180-ə. Buradan 9 betda bərabər olacaq 180-ə və bettanı tapanda 180-i 9-a bölürəm 20 qalacaq. Elə bizdən də bettanı soruşur, cavab olacaq. Burada 20. Dördüncü sualda deməli, eləməliyəm. Əvvəlcə bu 10-4 kəsirini çevirək, vergüldən azad eləyək, adi kəsir şəklində yazaq. Yazıram bura 3A çıxılsın 4B bölünsün 2A çıxılsın, daha doğrusu üzərinə gəlsin 5B. 0,4-ü mən 5-də 2 şəklində yazıram. Çarpaz vursam, 2-ni vurdum 2A-ya, olacaq 4A. 2-ni vurdum 5B-yə, olacaq 10B. Bərabərdir. 5-i vurdum 3A-ya, olacaq burada 15A. 5-i vurdum mənfi 4B-yə, olacaq burada mənfi 20B. İndi A-lar bir tərəfə, B-lər bir tərəfə. Gəlirəm, mənfi 20B-ni 10B-nin yanına gətirəcəm. Olacaq 10B, üzərinə gəl 20B. Bərabərdir. 15A burada qaldı. Bu 4 A-nı da aparıram digər tərəfə. Olacaq çıxılsın 4A. Burada olacaq o zaman 30B bərabərdir 11A. Deməli, B-nin qiyməti bərabərdir 11-ə. 11 ilə 30 qarşılıqlı ifadə edilər də. A-nın da qiyməti 30-a bərabərdir. Bunların cəmini soruşur. 30 üzərinə gəl 11 cavab eləyəcək 41. Sonra buradan baxalım 5-ci suala. Ədəd oxu üzərində 2 çıxılsın 5 ədədi hesablama başlanğıcından 15 % uzaqlıqda yerləşir. Yəni biz bilmirik ki, bu 15 % sağda yerləşir, yoxsa solda yerləşir. Ona görə hər iki hala baxmaq lazımdır. Yəni, bu 2 çıxılsın 5 mənfi 15 ilə müsbət 15-in arasında yerləşəcək. Hər tərəfə 5 əlavə edəyəm. Mən bu 15-in üzərinə 5 gələndə mənfi 10 eləyəcək. Buraya yazıram 2x. Mənfi 5 sağa aparanda 15-in üstə 5 gəlirim 20 eləyəcək. Hər tərəfi 2-yə bölürəm. Qalacaq burada mənfi 5, x və 10. A-nın ala biləcəyi qiymətlərin cəmini. Deməli, mənfi 4-dən 10-a qədər ədədlərdir də.
Mən bunların hamısını yazmıram. Mənfi 4-dən müsbət 4-ə qədər gedəcək, hamısı 0 verəcək. Yerdə qalacaq orada 5, 6, 7, 8 və 9. Bunların cəmini tapmaq lazımdır. Bu deyir neçə? 14, 14, 28, 7, 35. Sonra ölçüləri deməli 48, 60 və 60 olan üçbucaq şəklində bağdır. Deməli onda bura yazıram yanlarına 60, 60, oturacağı 48. Mənə lazımdır ki, burada neçə dənə ağac əkmək lazımdır. Əvvəlcə bunların əbobunu tapıram. Əbob 60 ilə 48 tapsam kifayət eləyəcək. Bunların hər ikisini bölündüyü ədəd neçədir görək? 12. İndi ağacların sayını tapmaq istəyirəmsə, 60-ı bölürəm 12-yə, düşəcək 5. Yenə 60-ı bölürəm 12-yə, düşəcək 5. Və 48-i də bölürəm 12-yə, düşəcək 4. Ağacların sayı 5 üzərinə gəl, 5 üzərinə gəl 4 eləyəcək 14 dənə ağac. 7-də. Diaqramda MN verilibdir. Bizdən soruşur əkob MN bölünsün əbob AB. AB də varmı ki burada? Yəqin səhv düşüb. Bu da MN olacaq. MN. İndi baxıram uşaqlar. MN vuruqlarına baxsam, M bərabərdir, qara olanlardır. 3-ün üzərində 5 vurulsun. 5-in üzərində 5 və 7-nin də üzərində 1. N bərabərdir, biraz ağlardır. 3-ün üzərində 7 vurulsun. 5-in üzərində ağ olan tayı 4-dür və 7-nin də üzərində olacaq 2. Bizdən soruşur, əkob bölünsün əbob. Uşaqlar, bunlardan əkobları tapanda yadda saxlayın, ikisinə baxıram, böyük tayını götürürəm. Əkoba yazıram. Əboba isə kiçik tayını götürürəm. Üçlərə baxıram. Üçlərdən hansı böyükdür? Əkoba yazın, kiçik də əboba yazın. Əkob yuxarıdadır. 3-7 böyükdür. Yuxarı yazıram. 3-5 kiçiyi də aşağı yazıram. 5-lərdən böyük olan hansıdır? 5/5. Yazıram əkoba 5/5, əboba 5 üstündə 4. Vur olsun. Digərində 7-lərdən böyük olan 2-dir. 7-nin kvadratı və 7-nin üzərində 1. İndi böləndə üstlər çıxılacaq. 7 üstü 3 üstü 7-ni 3 üstü 5-ə böləndə 3 üstü 2 qalacaq. 5 üstü 5-i 5 üstü 4-ə böləndə 5 üstü 1 qalacaq. 7-nin kvadratını 7 üstü 1-ə böləndə 7 üstündə 1 qalacaq. Bu da mənə verəcək o zaman 6, daha doğrusu 9 vurulsun 5 vurulsun 7. Eləyir bu da neçə? 45 vurulsun 7, 315. Sonra deməli ABCD F 5 bucaqlıdır, düzgün 5 bucaqlıdır. Deməli bunun bütün tərəfləri bir-birinə bərabərdir. Əvvəlcə 360-ı bölürsünüz 5 bucaqlıda olduğuna görə 5-ə, qalacaq burada 108. Deməli bunun xarici bucağı 108 nə idi? 72. 72-nin də qonşusu, 72 xarici bucaqdır. Onda daxili bucağı olacaq bunun 108. Yəni bütün bucaqları bunun 108-dir. Bu bərabər yanlı olduğuna görə 180-dən 108 çıxan 72, 36 bura, 36 bura düşür. İndi 108-dən 36-nı çıxanda bütün künclərin hamısı 108 olmalıdır axı burada. 108-dən də 36 çıxanda qalacaq 72. Burada yazıram 72, burada yazıram 72. Bizə nə lazımdır? BCD bucağı. Görə BCD bucağı haradır? B, CD. Yox, CBD. CBD. Elə 36 lazım imiş bizə. Qurtardı getdi. Gəldik bura. PX çox həddisi verib, bir də QX çox həddisi verib. Deyir ki, bunlar bir-birinə bərabərdirlər. Onda belə çıxır ki, bunun əmsalından x-in kvadratı var axı burada. Burada da x-in kvadratı var. Bunların qabaqları bir-birinə bərabər olmalıdır. A çıx 1 bərabər olmalıdır 3-ə. A bərabər oldu buradan 4-ə. Sonra burada x-in qabağında b var. Burada x qabağı yoxdur deyə b bərabər olacaq 0-a. Sonra buradan sərbəst həddimiz c-dir. Burada sərbəst həddimiz -5-dir. Deməli c də bərabər olacaq -5-ə. Bizdən nəyi soruşur? A-nın, B-nin, Z-nin cəmini. 4 üzərinə gəl, 0 üzərinə gəlinsin -5. Toplayanda alacağıq -1. Sonra burada deməli nə etməliyik bəs? M-mən N verilibdir. Bunları gətirib əbobun içərisində yerinə yazmaq lazımdır. M-in qiyməti 2 vurulsun 3-ün üzərində K, ayırıram. Bir də 3-ün üzərində 1 şəklində. N-in qiyməti normalda 12 üstü K-dır. Mən 12-ni 3 vurulsun 4 şəklində yazsam. Elə bir belə yazıram da. 3-ün üstündə K. Həmin 4-ü də yazıram. 2-nin üzərində 2, yanına da K yazıram. Yəni 2-nin kvadratı 4 verir, yanına K yazdım. Gəlirəm indi bura. Əbob M-in yerinə yazıram 2, 3 üstü K, 3 üstü 1. Sonra N-in yerinə yazıram 3 üstü K, 2 üstündə 2K. Bərabər olmalıdır 162-yə. Hər ikisində ortaq olduqları elementlər
3'ün üstündə k-dır, çıxardıram kənara. Həm də hər ikisində 2 var. Bunları da çıxardıram kənara. Qaldı mötərizənin içərisində orada EBOB. Birincidə 2-ni götürdüm, 3 üstü k-nı götürdüm, bir dənə qaldı 3. İkincidə 3 üstü k-nı götürdüm, 2-nin üzərində 2k-dan biri getdi. 2k çıx, 1 qaldı. Bərabər 162. Onsuz da içəridə qalan bir önəmi yoxdur. EBOB-ları bizə 1 verəcək bunun. Qaldı burada 3 üstündə k, vur 2, bərabər 162-yə. Buradan 3 üstündə k bərabər 162-ni 2-yə böləndə 81 qalacaq. Hətta 81-i birbaşa yazıram 3-ün üzərində 4 şəklində. Deməli, aşağıları eyni olduğuna görə əsasları k-nın qiyməti 4-ə bərabər olacaq. Gəldik bura. 6 ədədinin tərsi budakına bərabərdir. 6-nın tərsi 6-da 1-dir. Onda yazıram 6-da 1 bərabərdir. 2 bölünsün, 2a çıxılsın, 3b. Və əksi də bərabərdir buradakına. Yəni onda b çıxılsın 3a üzərinə gəl 1 də əksinə bərabərdir. Yəni mənfi 6-ya. Buradan b çıxılsın 3a bərabərdir. Biri sağa aparanda mənfi 1, o da mənfi 6 olacaq, mənfi 7. Gəlin əvvəlcə mavi rənglə onu həll eləyək, çarpaz vuraq. 2a çıxılsın 3b-ni 1-ə vuranda elə 2a çıxılsın 3b-ni özü eləyəcək. Altını da 2-yə vururam, 12 eləyəcək. Buradan gəlin b-ni tapağım. B bərabərdir 7 üzərinə gəl 3a olacaq. Bax, gəlin burada b-ni yerinə yazıram. 2a çıxılsın 3 vurulsun 7 plus 3a bərabərdir 12-yə. Mötərizəni vurub atsaq 2a çıxılsın 3-ü 7-yə vuranda 21, mənfi 3 3-ə vuranda mənfi 9-a bərabər 12-yə. Sonra 2a-dan 9a çıxanda mənfi 7a qalacaq. Mənfi 21-i də aparıram 12-nin yanına. Eləyəcək 33. Görüm, səhv getmədi ki, haradasa nəsə. 37-yə bölünməyəcək. Ona görə baxıram, kəsirdilər. Deməli, 6-nın tərsi buna bərabərdir. 6-da 1 yəni. 2 bölünsün, 2 çıxılsın 3b. 1-ə vuranda özü elədi. 2-ni 6-ya vurdum, 12 elədi. Problem yoxdur. Əksi də b çıxı 3-a üstə gəl 1-dir. Bura keçdi, mənfi 7 oldu. Hə, burada mənfi 7 imiş. Mənfi unutmuşam. Bura mənfi 7, bu da plus 21. Bu da silim bunları dəyişməkdənsə. Aha. Deməli, onda yazıram 2a üzərinə gəl. 3-ü 7-yə vuranda müsbət 21 minus 9a bərabərdir 12. Yenə burada səhvlik yoxdur ki, bir dənə ona baxaq. Bu oldu mənfi 7a bərabərdir. 12-dən 21 çıxanda mənfi 9. A bərabər oldu 7-də 9. İşte qalsın görək hara gedib çıxır bu. Yaxşı, B-ni tapsaq, mənfi 7 üzərinə gəl. 3-ü vurmalıyam 7-də 9-a. Eləyəcək 7-də 27. 3 dəfə 9, 27 eləyir. Buradan da B bərabərdir. 7-də 7 dəfə 7 mənfi 49 üzərinə gəlinsin 27. B də bərabərdir. 7-də mənfi 22. A ilə B-nin nisbətini soruşur. Deməli, 7-də 9-u bölməliyəm. Normalda 7-də mənfi 22-yə. O zaman mən vururam bunu 22-də 7-yə. 7-lər gedəcək. Qalacaq mənfi 22-də 9. Hesab səhvi olmadısa belədir. Sonra 12-də. Deyir ki, natural ədədi 3a minus 2a minus 3 ədədinə böldükdə qalıq 12, A-nın ala biləcəyi ən kiçik qiymət tapın. Deməli, bir dənə x ədədidir. Biz bunu bölməliyik 2a çıxılsın 3-ə, qalıq da qalmalıdır 12. Deyir, indi A-nın ala biləcəyi ən kiçik natural qiymət tapın. Bilirik ki, qalıq bölənin az olmalıdır. Yəni 12 az olmalıdır. 2a çıxılsın 3-dən. Onda burada yazıram 2a böyükdür. Mənfi 12-nin yanına aparanda 15 eləyəcək. A da böyükdür 7,5. Onda 7,5-dən böyük ədəd 8 var ən az. Olacaq A-nın qiyməti 8. Kitab evindəki riyaziyyat kitablarının əvvəlcə 3də 1-ni, birinci deməli 3də 1-ni, sonra qalan kitabların ikinci 3də 1-ni satmışamsa 3də 2-si qalıb. Bu qalanın da 4də 3-ünü satıramsa vururam 4də 3-ə. Buradan 3-lər geçsə 4də 2 qalır. O da ixtisar geçsə 2də 1-dir. Sonra 50 dənə riyaziyyat kitabı qaldı. Deməli, əvvəlcə x idi. Əvvəlcə 3də 1-i getdi. Sonra 2də 1-i getdi. Və əlində qaldı 50-si. Ortaq məxrəc hamısına 6 olacaq.
Bunu yazaram 6'da 6x. İkincini yazaram 6'da 2x. Üçüncünü yazaram 6'da 3x bərabərdir 50'ye. İndi 6'da 6'dan 6'da 2 çıxanda 6'da 4. 6'da 4'dən də 3'ün çıxanda qalacaq burada. 6'da 1x bərabərdir 50. X də bərabər çarpaz 50'ni 6'ya vururam. Eləyəcək 300. ABC bərabər yanlı trapesiyasında çevrə çəkilib daxilinə. Deməli, bura 2-dirsə, burada 2 yazacağıq. 8-dirsə, burada 8 yazacağıq. Bərabər yanlı trapesiyadırsa, onda burada 2, burada 2, burada 8 yaza bilərik. Trapesiyanın sahəsini soruşur. Trapesiyanın sahəsini tapmaq üçün orta xətti hündürlüyə vurmaq lazımdır. Əvvəlcə buradan bir dənə hündürlüyə indirirəm. Bərabər yanlı olduğuna görə hər iki tərəfdən indirəcəyik. Bunlar getdilər. İndi yuxarı 4-dürsə, burada 4-dür. 8-dən 4-ün çıxanda 4 qalır. Həmin 4-ü də ki, ikisi bura, ikisi bura gedəcək. Sonra indi hündürlüyü tapmaq üçün nə etməliyəm? Pifaqor qaydasından istifadə edərək hipotenuzun kvadratından katetin kvadratını çıxmalıyam. Bərabər yan trapesiyanın daxilini görün. Burada problem yoxdur ki. Problem aşağı neçə idi? Bu birdən buranı silim. 10'dur. Aşağı 8'dir. Mən buranı 8 yazmalıyım. Nə yazmışam bəs? Hə, indi düzəldi. Deməli, buradan hündürlük çəkirəm. Buradan hündürlük çəkirəm. Yuxarı 4 isə burada 4'dür. 16'dan 4 çıxıram 12. Bura düşür 6. Bura düşür 6. İndi hündürlüyü tapıram. Pifaqorda baxın. Hipotenuz 10'dur. Katet 6'dır. Onda hündürlük 8 olacaq. Buradan. Sahəni tapanda S bərabərdir. Orta xətt hündürlükdür. Yəni orta xəttimiz yuxarı 4'dür. Aşağıda 2 oturacaq 16'dır. Toplayıb 2'yə bölürəm və hündürlüyə vururam. Hündürlük də 8'dir. S də bərabərdir. Toplayanda 20, yarısı 2. 2'yə böləndə yəni 10. Onu da vurmalıyam 8'ə. Eləyəcək sahəsi 80. Sonra gəldik sual 15'ə. İfadənin qiymətini tapın deyir. Uşaqlar, deməli, burada möhtərizəni vurub açmalıyım. Kökdə 2-ni kökdə 72'yə vuranda kökdə 144 eləyəcək. Kökdə 2-ni kökdə 32'yə vuranda kökdə 64 eləyəcək. Kökdə 2-ni kökdə 2'yə vuranda kökdə 4 eləyəcək. Buradan çıxacaq 12 plus 8 plus 2. Cavab eləyəcək 22. Yeni B bölünsün A kəsirini ixtisar edəndən sonra 9'da 5 alınır. Yazıram onda B bölünsün A bərabərdir 9'da 5'ə. Buradan A'nın qiyməti bərabər 9x-ə, B-nin qiyməti bərabərdir 5x-ə. Gətirək burada yerinə yazaq. 2 vur A'nın qiyməti 9x, üzərinə gəl 3 vur B-nin qiyməti 5x bərabərdir 132'yə. 18x üzərinə gəl 15x bərabər 132. Buradan da 33x bərabərdir 132'yə. X də bərabər olacaq 4'ə. X-ni yaptım 4. A ilə B-nin fərqini soruşur. A-dan B-ni çıxanda 9x-dən 5x çıxanda 4x qalır. X-in də yerinə 4 yazsam 4 vur 4 cavab eləyəcək 16. Sonra belə tipli kəsirlərdə nə edirdik? Birinci kəsiri və sonuncu kəsiri bir-birinə vururduq məxrəcdə. 5 vurulsun 3n üzərinə gəlinsin 5. Yuxarıdakı 5'ləri toplayıram. Nə qədər 5 var burada? 4 dənə deyil ha. N'lər var deyə n qədər 5 var. 5n yazıram ona görə. Bərabərdir 4'də 1'ə. N'lər getsə çarpaz vuraram. 4'ü vuram yenə 4n. Bərabərdir. 3n plus 5'i də 1'ə vuranda 3n plus 5'in özü eləyəcək. 4n'dən çıxacaqsınız burada 3n'i. Bərabərdir buradan 5'ə. Və n də bərabərdir 5. Elə bizə də n özü lazım idi. Sonra deməli bu ifadənin qiymətini hesablayın deyir. Əvvəlcə baxıram nəyə? Kimlə kim uyğunlaşır görək. Burada x-in özü ilə 1 bölü x uyğunlaşacaq. Bu 1. Sonra x-in kvadratından 1 bölü x-in kvadratı uyğunlaşacaq. Bu 2. Və x-in kubunla da 1 bölü x-in kubu uyğunlaşacaq. Bu da 3. İndi x üzərinə gəl 1 bölü x-i ayrıca yazıram. X kvadratı üzərinə gəl 1 bölü x kvadratını ayrıca yazıram. X-in kubu üzərinə gəlinsin 1 bölü x-in kubunu da ayrıca yazıram. Bunların hər birini müxtəsər vurma düsturunun köməyi ilə açılışını yazsam, bu onsuz da məlum məsələ özü qalacaq. Buradan yazaram belə, x üzərinə gəlinsin 1 bölünsün x-in mötərizə kvadratı. Çıx, bunların hasilinin kimisli. Hasil deyəndə x-lər gedir, 1'in kimisli 2 verəcək mənə. Kub düsturuna gələndə birinci olduğu kimi x plus 1 bölü x vurulsun yenə birincinin kvadrat şəklində 1 plus x plus 1 bölünsün x-in kvadratı. Bir də bunların hasili gedəndən sonra 3 misli. Kub düsturuna 3 misildir. İndi gəlin qiymətləri yerinə yazan. Qiymət də haradan tapacağıq? Birinci verilən ifadə var ha. Bu ifadədən x-in kvadratından 1'i saxlayıram burada. 3x aparıram sağ tərəfə. Hər tərəfi x-ə bölürəm. X-ə böləndə burada x qalacaq.
X-ə böləndə burada 1 bölü x olacaq. Buranı da x-ə böləndə 3 qalacaq. Baxın, x plus 1 bölü x-in cavabları var. Deməli, birincinin cavabı oldu 3. Buraya yazdım. İkincidə bunun yerinə 3 yazsam 3-ün kvadratı çıx 2. Yəni 9-dan 2 çıxanda 7 qalacaq. Axırıncıda gətirib yerinə yazsam 3. 3-ün kvadratı çıx 3. Bu da eləyəcək 3 vurulsun. 9 çıx 3 6. Bu da 18-ə bərabərdir. Və bunların hamısının cəmi lazımdır. 3 üzərinə gəl 7 üzərinə gəl 18 eləyəcək 28. Sonra sual 19-da. Deyir, K və B-nin işarəsini təyin edin. Əslində funksiya dərsində keçmişik ki, K ilə B-nin işarəsini təyin etmək üçün. Birinci növbədə B-nin işarəsi Y oxunu kəsdiyi nöqtədir. Y ilə harada xəttimiz kəsirsə, ora B deməkdir. Bu da baxıram sıfırdan yuxarıdadır. Deməli, B-nin işarəsi burada müsbətdir. Bu məlum. K-nın işarəsinin iki dənə yolu var. Ya soldan nöqtəni qoyurdun, nöqtə qoyandan sonra xəttə baxıram, görüm nə iş görür. Baxıram, xətt yuxarıya qalxır. Onu deməli, K da sıfırdan böyükdür. Ya da ki, baxırdım bucağına. Buradakı bucağımız iti bucaqdırsa, onda bucağımız iti bucaq olduğuna görə xətti funksiya artan funksiya olacaq. Yəni, K sıfırdan böyükdür. Kör bucaq olsaydı, onda sıfırdan kiçik olardı. Kör bucaqda necə göstəriləcək? Məsəl üçün, olsaydı əgər beləsinə. Onda burada bucaq kör bucaq alınacaqdı. Baxın, xəttlə, x ilə bu xəttimizin arasındakı bucaq kör bucaqdır. Bu zaman artıq deyəcəkdik ki, qiymət mənfiyə bərabərdir. Sonra yəni azalır. Gəldik bura. Diaqramı çəkirəm, içərisində elementləri doldurarıq. Burada yazıram A çoxluğu, bura yazıram B çoxluğu. A ilə B-nin kəsişməsi yoxdur. X yazıram. Hamısı bir yerdə 30-da aşağıdan yazıram. A-da var, B-də yoxdur, 18-dir. B-də var, A-da yoxdur, 6-dır. Deməli, bunların hamısını toplayıb 30-a bərabərləmək lazımdır. 18 plus x plus 6 bərabərdir 30-a. 24 üzərinə gəl, x bərabər olacaq buradan 30-a. X də bərabər olacaq 24-dən 30-dan 24 çıxanda 6-ya. Bizə nəyi soruşur? Elə keçməni soruşur. Cavab oldu 6. Gəldik 21-ci suala. Burada qeyd olunur ki, dərəcə 4-dür. Əvvəlcə baxıram nəyə? Dərəcənin 4 olmaq hələ ki maraqlı deyil. Buraya yazıram 8 üzərinə gəl. Mən 60-ı 4 vur 15 kimi fikirləşsəm, 4-dən 2 çıxacaq. Kökdə qalacaq burada 15. Vur olsun. Kök altında 5 üzərinə gəlinsin. Kök altında 3 də qalsın burada. Və ən sonunda da kök altında 5 çıxılsın, kök altında 3-dür. Bərabərdir. Birinci tərəfdəki bu mötərizə ifadəsinə fikir versəniz, buranın yarısı kökdə 15 eləyəcək. Yəni, bu kökdə 5, üzərinə gəl, kökdə 3-ün mötərizə kvadratı deməkdir. Bir dənə doğrudan da baxın bura. Kökdə 5-in kvadratı 5, kökdə 3-ün kvadratı 3. Bunların cəmi 8 verdi. Bunların hasili kökdə 15, bu da kimisdir. Oldu ki, kökdə 15. Vur olsun, kök altında 5 üzərinə gəl, kök altında 3. Bu mötərizədə yazıram, çünki artıq lazım olacaq bizə. Çöldəkini də olduğu kimi saxlayıram. İndi bərabər. Buradakı kvadratla bu getsə, artıq bunları eyni kökdə yaza bilərəm. Yəni, bu ifadə ilə bu ifadə eyni kökdə yazıla biləcək səviyyəyə gəldilər. Yəni, kökdə 5 üzərinə gəl, kökdə 3-ün mötərizədə kvadratını yazıram. Çünki ikisi də eynidir. Vur olsun, kökdə 5 minus kökdə 3. İndi baxıram ki, burada kvadratla kök getsə, qalacaq kökdə 5 üzərinə gəl, kökdə 3 və kökdə 5 çıxılsın, kökdə 3. Bu da bərabər müxtəsər düsturu. Kökdə 5-in kvadratı 5 verəcək. Çıx, kökdə 3-ün kvadratı 3 verəcək. Nəticə olaraq alınacaq burada 2. Ya da saxlayın ki, belə tipli misallarda 90% hallarda sonuncu ədədin qoşması alınır. Bu sol tərəf. Sonra gəldik sual 22-yə. Radiusu 3 kökdə 5 olan O mərkəzli çevrənin AB vətərini. Bir dənə çevrə çəkək. O mərkəzli. AB vətərinin C nöqtəsi. Gəl belə deyək də. Bu AB vətəri olsun. O mərkəzlidir. Bunun radiusu C nöqtəsi 1 və 9 sm hissələrə bölür. OC parçasının uzunluğunu tapın deyir. Məsələn, beləsinə çəkək bir dənə xət. Buraya yazıram, o zaman O, buraya yazıram S. S bunların kesişməsidir. Buraya yox, ortaya yazıram. Bura olsun S nöqtəsi. Bu qaraladığım nöqtə. Deyir, indi mənə radiusu 3 kökdə 5-dir. Bunu qoyuram qırağa hələ ki, görək nə baş verir burada. AB vətərini S nöqtəsi 1-9 hissələrə ayırdı. Bura 1, bura 9 yazdım. OC parçasının uzunluğunu tapın deyir. OC buradır.
Və görək bir dənə şəkli belə çəksəm Pifaqora alınacaqmı? Bu çevrənin mərkəzindən geçsəydi, onda alınmazdı. Mərkəzdən götürsək alınmazdı. Heç nə. Mən baxmaq istəyirdim elə. Deməli, buradan bura OB radiusdur. Bura 3 kök altında 5-dir. Bunu bildik. Sonra C nöqtəsi ilə AB vətərini C nöqtəsindən kəsirəm. İndi maraqlısı odur ki, bu vətəri harda kəsir? Mərkəzdən keçirmi, yoxsa yox? Diametr keçsə, düz keçərdi. Yaxşı, beləsən keçirsək. Aha. Belə yazaq da onda. Bura radius idi də, bu qırmızı yerdə radius olacaq. Burada yazıram 3 kök altında 5 bu hissəyə. Sonra bura 1 idi, burada 9 idi. Məndən bu x qoyduğum yeri soruşur. Onda belə bir şey var da, bizdə qayda var ki, qarşı-qarşıya vətərlərin hasilləri bir-birlərinə bərabər olmalıdır. İndi buradan yəni bu vətər buradan burada x üzərinə gəl 3 kökdə 5-dir. Onda yazıram x üzərinə gəl 3 kökdə 5-in hasilinlə vurulsun. Bu qalan yer, bax bura, 3 kökdə 5 çıxılsın x deməkdir. 3 kökdə 5 çıxılsın x. Çünki radiusun x-in çıxmaq deməkdir oradan. 3 kökdə 5 çıxılsın x deməkdir. Bərabərdir 9 ilə 1-in hasili, yəni 9-a. Bu da müxtəsər düsturudur da. 3 kökdə 5, 3 kökdə 5-ə vuranda 3 də 5, 9, 5-ə vuranda 45. Çıx, x-ə vuranda x-in kvadratı bərabər 9-a. X kvadratı bərabərdir 45-dən 9 çıxanda qalacaq 36, x də bərabər oldu 6-ya. Deməli, həmin hissənin uzunluğu 6-ya bərabər imiş. X-in uzunluğu. Sonra satıcı 20% gəlirlə. Deməli 20% gəlir əlimizdə varsa 120% deməkdir bu. 120% ilə 72 manata satmalı olduğu malı 57 manata satdı. Bura yazıram 57 manat. Burada yazıram x. X-i tapanda yazıram onda 72 bura. 120 vurulsun 57-də bura. 72-ni 24-ə böləndə düşəcək burada 3. 24-ə böləndə düşəcək burada 5. 57-dən də 3-ə ixtisar eləsəm 9 qalacaq, 19 qalacaq, 5-ə vuranda 95% eləyəcək. Deməli, əvvəl 100%, indi olub 95%, deməli 5% zərər var. Qrupdakı 10 nəfərin yaşlarının ədədi ortası 16-dır. Deməli, 10 nəfər var, x-i bölürəm 10 nəfərə, bərabərdir 16-ya, x bərabərdir 160. Bu 10 nəfərin yaşlarının cəmi 160-dır. Yaşların cəmi 50 olan 3 nəfər qrupdan çıxdı. 3 nəfər getdi buradan. Yerdə qaldı 7 nəfər. 7 nəfər və ədəd orta bərabər oldu bu zaman 50-yə. Buradan yazıram x çıxılsın 3 bərabərdir 350-yə. Nəyi soruşur mənə? Qrupdan 3 nəfər çıxır və qrupda 1 nəfər daxil olur. Hə, 1 nəfər daxil olur da var imiş. Gözləyin. Silim. Başqa davam da var imiş. Deməli, qrupdan 3 nəfər çıxanda, tutaram ki, oradan 3 nəfər çıxan A-dır, B-dir, C-dir. 3 nəfər bunlardır. Oradan çıxardacam. 3 nəfər çıxdığına görə bunların yaşları cəmi də 50-dir. Yaşları cəmi 50-dir. Ədəd ortası 50 deyil. Yaşlarının cəmi 50-dir. A üstə gəl, B üstə gələcək, bərabər də 50 yazıram. Bu getdi. Bir nəfər də qrupa daxil oldu. D gəldi. Elə bil bayaqları X idi qrupdakı adamların saylarının cəmləri. Düzdürmü? Artıq bura bir 3 nəfər getdi, 1 nəfər gəldi. 10 nəfər idi də. 10 nəfərin 3 nəfəri gedəndən sonra yerdə qalacaq 7 nəfəri. Təzədən 1 nəfər də gəldi, oldu 8 nəfər. Deməli, Y bölünsün 8. Ədəd orta dəyişmədi. Yenə qayıtdı, oldu 8-ə böləndən sonra ədəd ortamız bayaqları 16 idisə, yenə 16 oldu. Buradan Y bərabərdir 8, 16-ya vuranda 128 eləyəcək. Bu öz yerində. 1 dəqiqə. Zəng gəl, onu cavablandırım. Deməli, harada qalmışdıq? Deməli, uşaqlar, burada nə edirdik? Bu 8 nəfər oldular. Ədəd ortası oldu 128. Çünki ədəd orta dəyişməz demişdi. İndi bayaqlar bu 50 yaşlı oradan getmişdi axı. Qrupdan çıxanlar da bunlar. Yəni mən bu 160-dan 50-sini çıxmışdım. Burada qaldı 110. İndi bu 110-dur, bu da 128-dir. Ədəd orta nə qədərdir burada? 128 olubdur. 110-u çıxanda görək nə qədər qalacaq.
təzə gələnin yaşı. Qalır 18. Deməli, təzə gələnin 18 yaşı var imiş. Sual 25-də AND 60-dır. Bu qövsə 60 dərəcə yazıram. BMC qövsü də 40 dərəcədir. BOC-ni soruşur, yəni bu içərini. Yadda saxlayırıq ki, vətərlərin daxilində bucaqlar alınanda, onda qövslərin cəminin yarısıdır. 40 üzərinə gəlinsin 60, bölünsün 2. O da 40-ın üzərinə 60 gələndə 100, 2-yə də böləndə qalacaq burada 50. Deməli, həmin bucağımız 50 dərəcəyə bərabər imiş.